Bizə lazım olan təcrübəni qazandıq. Gördük ki, biz topu yaxşı idarə edə bilirik. Çoxlu sayda momentlər yaradırıq. Prosta realizasiyamız zəifdir. Oyuncularımızın çünki təcrübəsi, soyuqqanlığı çatmır. Bir də əsas məsələ fiziki gücümüzün tam lazımi səviyyədə olmamağı. Çempionatımızda o qədər də güclü oyunlar olmur. O da böyük bir rol oynayır uşaqların gec formaya düşməyində. Çempionatımıza görə özümüz əlavə məşqlərlə fiziki güc yığmalıyıq. Güc olsa momentləri də həyata keçirə bilərik. Uşaqların xarakterini göstərməyi mənim üçün ən əsas amil idi bugünkü oyuna görə. Momentləri yaradıb vurmamağın səbəbi elə gücdür. Gücümüz çatdırmadı ki, axırda nəticəni daha yaxşı eləyib saxlayaq. O ikidə əlavə top da qapımıza girməzdi gücümüz olsa. İnsanlar deyir, daha çox uzaqdan gəlir, ona görə bir oyun onlara gəlib getməyə görə dəymir deyə 2 oyun keçirdirik. Biz üçünsə onsuz da bu daha ehtiyaclıyıq ona ki, 2 dənə oyun keçirdək ki, daha çox oyun keçirib praktikaya sahib olaq. Bir yerdə qərar vermişik. Yaxşı hazırlaxsaq, yaxşı oyunlar oynasaq, daha çox mərhələ keçə bilərik. Təcrübə, ustalıq hamısı vaxtla gələr, çünki təzə komandadır. Uşaqlara çox sağ ol deyirəm, çəkdiləri əziyyətə görə, fədakarlıqlarına görə. Axırıncı dəqiqəcən təslim olmayıb oynamaq istədilər.